Hər vaxtınız xeyir, kanalıma xoş gəldiniz. Nəhayət ki, kanalım düzəldi və çoxdan çəkdiyim vloqları artıq bir-bir sizlərlə paylaşacağım. Hazırlıq görürəm yola düşmək üçün Antalyaya. Bunun üçün mənə nə lazımdır? İlk növbədə əlavə bir telefon. Çünki bir telefon yetmir. Həm Instagram üçün videolar çəkirəm, həm də ki YouTube'um üçün vloqlar çəkirəm. Ona görə də getdim İrşad Elektronikdə indirimlər var idi. Baxdım, nə alım, nə almayım. Təbii ki, mən işçiləri heç vaxt dinləmirəm, amma bu dəfə nədənsə onları dinlədim. Bunun qiyməti hansıydı? O üçü də onun qiymətidir. Parametrləri birini dəyişir. Bunlar üçü də onun qiymətidir. Allah, bu xaçmazda bir şey almaq üçün gərək bir ay gözləyəsən. Təəssüflər olsun ki, istədiyim model olmadı. Ona görə də qızlar sifariş vermişəm. Bir gün ərzində gələr. Sifariş gələndə ödəniş eləmişəm. Gələndə mənə xəbərləyəcəklər. Gəlib götürəcəm. Yavaş-yavaş gedirəm evə. Əslində robot tostoran da almaq istəyirdim. Təsəvvürün ki, o qədər işçilər İrşad Elektronikdə. Bir nəfər mənə normal məsləhət verə bilmədi ki, bu yaxşıdır, bunu seç. Ona görə də dedim, araşdırıb özüm gəlib alacağım. Qeyd elədiyim kimi yenə də mən satıcıları dinlədim və İrşaddan Honor 400-ü seçdim. Yeni modeldir və o qədər gözəl şəkildə danışdı ki, mən də bayıldım, aldım. Təbii ki, bunu işlətməmiş mən deyə bilmərəm. Belə yəni ki, video hər şey yaxşı idi. Hətta şəffaf kabrosu da özü ilə gəlmişdi. Sınaqdan keçirəndən sonra mən biləcəm ki, bu telefon mənə yararlı olacaq ya yox. Mənim üçün ən əsas kamera vacibdir. Kamera qəşəng çəksin və bir də ki, işlədəndə sürəti. Və mən əsas bu telefonda adaptörü özü ilə olduğuna görə daha çox sevinmişdim. Çünki biz hər zaman telefon alanda adaptörə əlavə xərc çəkirik, USB-yə əlavə xərc çəkirik və ona görə də bu xərcləri bir yerdə birləşib təbii ki, 1000 manata almaq mənə uyğun gəlmişdi. Bu arada kargodan da mənim məhsullarım gəlmişdi. Kargonu da sizlərlə bir yerdə açmaq istəyirəm. Bu kargoda nə var? Bu yaxınlarda Ayka paylaşmışdı. Mənə də çox vacib idi. Çünki uzun yol çıxacam. Mənə telefon bateriyası yetməz və powerbank lazımdır. Dərhal həmin linkdən keçid aldım. 80 manatlıq powerbank düşmüşdü 31 manata və Trendyoldan sifariş verdim. Və təbii ki, mən bilirəm ki, o başqa, yəni ki, lazımsız bir məhsul paylaşmaz. Özü alıb istifadə edib, lazımlı olduğu üçün, yəni keyfiyyətli olduğu üçün paylaşar. Ona görə də heç fikirləşmədən dərhal keçid alıb özümə sifariş verdim. İşlərim çox olduğuna görə sağ olsun yoldaşım mənə dəstək olur. Yeməyi hazırlamaq üçün köməklik göstərir. Özünün ən sevdiyi yeməklərdən biri olan qreçkanı hazırlayır toyuq əti ilə. Mən də dedim, uşaqlar gələnə kimi burada olan qab-qacığı yığışdırım və yiyum. Sizlərlə də biraz bu arada söhbət eləyim. Təbii ki, mən ev işlərini çox sevirəm. Çünki bir xanım olaraq hər zaman təmizliyi sevən olmuşam. Hər zaman da ev təmizliyinə diqqət yetirmişəm. Nə qədər onlayn işdə çalışsam da mənim üçün təmizlik ən öndə duran məsələdir. Bugün mənim iki qızım biraz böyüyüb, köməklik göstərirlər. Ən böyükü də daha çox köməklik göstərir. Böyük qızım evdədir, ona görə mən bu işlərdən biraz azadam. Arada amma özüm də görmək istəyirəm. Çünki bir xanım olaraq həqiqətən də götürəsən bir şkafı yığışdırasan, götürəsən bir qabları yuyasan, bir yemək hazırlasan, bunları artıq işdən gələn bir hisslərdir. Və bugün təkcə bu işləri görərək də mən həyatda yaşaya bilmərəm. Çünki mənim öz şəxsi gəlirim olmasa, bu həyat mənim üçün maraqsız olacaq. İstədiyim bir geyimi ala bilmərəm, istədiyim bir nəyisə xərcləyə bilmərəm, istədiyim bir yerə gedə bilmərəm və təbii ki, bunlar da artıq müəyyən bir sərhəd deməkdir. Ona görə də mən mütləq çalışmağı hər bir xanıma tövsiyə eləyirəm. Mən ona görə də gedib bugün desə ki, kimsə hardasa çalış, mən gedib başqa stabil bir işdə çalışa bilmərəm. Çünki mən burada o qədər rahatlıqla gəlirə sahib oluram ki, mən artıq gedib misal üçün bir marketdə, bir mağazada, bir dükanda, bir və yaxud ayrı bir yerdə işləyə bilmərəm. O mənə uyğun deyil. Səhər saat 8-də budilnik qur, get və axşam saat 6-ya kimi işlə və kiminsə sözünü al. Bu mənə görə deyil. Yəni bunu açıq deyirəm. Bugün də mən arada oturub düşünürəm ki, birdən
ola bilər də onlayn işdir, telefonla idarə olunan bir işdir. Buna nəsə olsa nə edəcəm, artıq onu düşünə bilmirəm. Və bugün bizim qazandığımız səyahətdə bir həftəlik səyahətdir. Şirkət tərəfindən pulsuz qazanmışam. Təsəvvür ki, 21 gündən bir gəlirim gəlir. Ayda bir dəfə ofis gəlirim gəlir. Əlavə də ki, pulsuz səyahət qazanmışam. Təsəvvürünüzə gətirin ki, 2 nəfərlik səyahətin toplam məbləği 6000 evrodur. Yəni gəlin düşünək, bu səyahəti bizə pulsuz hədiyyə verən şirkətdə çalışmayıb, harda çalışım? İnsan çalışır, əziyyət çəkir, yəni ki, yorulur, yorğun olur və o yorğunçuluğu çıxartmaq üçün mütləq istirahətə ehtiyacı olur. Və bəzi insanlar da illərlə çalışır, bu məbləği yığır ki, gedib istirahət eləsinlər. Amma mən bunu pulsuz qazanmışam. İnşallah ki, növbəti vloqlarda izləyərsiniz, necə səyahət etdim və necə bir gözəl yerlərdə gəzdim. İzləməkdə qalan növbəti vloq Antalya vloqu gələcək. Bu arada sizə bir sual vermək istəyirəm. Mən hal-hazırda ev təmizlik işlərini görürəm və yoldaşım mənə dəstək olur. Siz bu işə necə baxırsınız? Yəni siz necə düşünürsünüz? Kişilər yemək hazırlamalıdırlarmı, dəstək olmalıdırlarmı, yoxsa siz də bəzi insanlar kimi buna yanlış yanaşırsınız ki, yəni evdə xanım ola-ola kişinin yemək hazırlaması doğru deyil. Bəs siz nə düşünürsünüz bu barədə? Sizin fikirləriniz də mənim üçün çox önəmlidir. Bugün yanıma komandamın lideri gəlmişdi gül buketi ilə. Elə indi yadıma düşdü ki, o gülləri hələ də suya qoymamışdım. Ümumiyyətlə hər zaman xanımları dəyərləndirməyi özümə borc bilməliyik və bugün mənim komandamın lideri də mənə bu qədər dəyər verdiyinə görə mən bir rəhbər kimi çox sevindim. Özüm də komandamda müəyyən bir rütbə açan liderlərim olanda onları gül buketi ilə dəyərləndirirəm. Çünki mən ümumiyyətlə əvvəllər dövrün gəlini olduğuna görə də süni güllərlə gəlin köçmüşəm. Yəni mən tər gülləri görməmişəm. Faveli şirkətindən əməkdaşlıqdan sonra rəhbərlərdən, rəhbərlikdən və komandamdan gül buketləri görmüşəm. Keçən il 3 rütbəmi təsdiqlədiyimə görə şirkətdən mənə 3 böyük buket gül verilmişdi səhnədə və əlavə də komandamdan və rəhbərlərimdən. Gül buketləri o qədər çox idi ki, taksi ilə gələcəyəm deyə gətirə bilmirdim və mən də gedim gül mağazasına yaxınlaşdım. Dedim, bu adi canlı bir varlıqdır və bunları sizə əmanət eləyirəm. Bir dənə gül buketini gətirdim, hamısını verdim gül mağazasına elə belə. Çünki tər gülü normal yaşayan bir nəfəs alan insana bənzədirəm. Ona görə də hər birinizə tövsiyə edirəm, canlılara biz maksimum xidmət göstərək. Özümüzü onların yerində qoyaq hər zaman. Bu arada deyim ki, sizə bizim yeməyimiz artıq hazır oldu. Mənim uşaqlarım greçka yemədiyinə görə onlara da sushi sifariş verdim. Sınamaq üçün sushi sifariş verdim. 10 azenik set sifariş vermişəm. Bilmirəm, yeyə biləcəm. Ona görə də az götürdüm. Bunun üstündə belə bir sos qoyublar. Bilmirəm bu nədir. Lili deyə. Bir dənə belə bir şey qoyublar. Düş Lili. Liliyə deyəsən qoxusu çox xoş gəlib. Heç gözəl formada hazırlanmayıb. Yine çox dağılır, yumuşaq görək. Bugün ilk dəfə sushi yiyəcəm. Görüm dadı necədir. Bu balaca setə bu qədər pul verməyə dəyməz. Mənim oğlum çox sevir sushini. Gəlsin o yesin, mən yeyə bilmirəm. Orxan, gəl ye. Baxaq sənin reaksiyaların necə olacaq sushidə. Necədir? Yaxşı. Xoşun gəlir? Ye. Doğrudan dadlıdır.
Qızlar, keçən dəfə Temunun sifarişləri biraz yaxşı gələnlər var idi. Ona görə də növbəti sifarişlərimi yerləşdirdim. Paylaşmışdım. Oğlum üçün saat sifariş vermişdim. Onun başqa rəngini özümə sifariş verdim. Rəngi göstərəcəm sizə. Bu rəngdədir. Əsas bu paketdə görək nə var. Əslində bir dəfə sifariş vermişəm, 2 paketə bölünmə eləyib göndəriblər. Mən də bayaq baxıram paketin üstündən, deyirəm bu nədir? Lavaş yaymaq üçün. Qış gəlir, xəngəl, düşbərə, gürcü xəngəli, mantı. Heç işlətməmişəm, ilk dəfə sifariş vermişəm. Bunu necə yayırlar lavaşı? Baxacam, bəlkə stola yapışır. Belə incə bir şeydir, amma qalın görsənirdi orada. Sonra keçən dəfə ən çox mən paylaşmışdım. Pijamalar qəşəng gəlmişdi. Ona görə də bu böyük qızım üçün sifariş vermişəm. Bu rəngi çox bəyənir o. Materialı çox qəşəng gəlir. Temunun pijamaları çox qəşəng gəlir. Çox gözəldir. Bu da balaca qızım üçün sifariş vermişəm. Bunların materialı əslində mən bəyənmirəm. İndi bilmirəm özü bəyənəcəksə. Razmerləri amma çox böyük gəlməyib. Yaxşı gəlib. Özdəki şalvarlandı. Amma qiymətinə baxanda çox münasibdir. Və keyfiyyəti yaxşıdır. Bu nədir görəsən? Bu nəsə. Hə, bu da ki makyaj şotkaları üçün sifariş vermişəm. Təsəvvürləyin ki, bunu Xatmazda Trendyol'a baxmışdım. Orada səhv eləmirəmsə 12 manat demişdilər. Bunu mən Temudan çox ucuz sifariş verdim. İndirmə düşmüşdü. Və makyaj stolum üçün belə bir makyajları yerləşdirmək üçün orqanizerlər sifariş verdim. Deyim ki sizə, bunlar əslində şəkildə çox böyük göstərilirdi. Çox balaca gəlib. Balaca, yəni ki, qablaşdırmalardır. 4 dənəsi belədir. 4 dənəsi də bu şəkildə. 8 ədəddir. Həmişə məndə makyajlar dağınıq olur. Makyaj stolunda, ona görə. Bax, bu şəkildə. Şüşədir. Materialı qəşəngdir. Və belə bir şotkaları görmüşdüm, bəyənmişdim. Qızda var idi. Ona görə də bunları sifariş verdim. Keçən dəfə mən sifariş vermişdim. Çox balaca, çox yəni ki, lazımsız şeylər idi. Bu şotkalar çox qəşəng. Biz Türkiyəyə hazırlıq görürük. Lili özünə daha tez yer tapır. Ki mən də gələcəm. Bayaqdan arxamca gəzir ancaq. Elə bir hiss edeyim. Qızlar, nəhayət ki, bu axşam Antalya'ya yola düşürük. Gəlin birlikdə öz səyahət çantamızı yığaq. Başlayıram ilk öncə üzə qulluq vasitələri və makyajdan. Mən Temudan özümə alış-veriş eləyəndə, bax bu məhsulların qablaşdırmasını sizə demişdim, çox bəyənmişdim. İndi bunu qulluq vasitələri yerləşdirmək üçün istifadə eləyəcəm. İlk öncə deyim ki, hər zaman biz üzümüzə qulluq eləyəndə mütləq üz yuma gelinə nəzər salmalıyıq. Üz yuma gelini götürəcəm. Üz üçün skrab götürəcəm. Gecə və gündüz kremləri və təbii ki, üz yuma geli ilə yuduqda toniksiz olmaz. Ona görə də toniki də götürürəm. Payız ayları olduğuna görə nəmləndirici dəsti götürdüm. Bir dənə qəşəng qidalandırıcı təzə kremli əl kremi götürdüm. Bunu da açaq. Çox qəşəngdir, çox bəyənirəm. Sonra bizim bu
çantamıza nə yerləşir? Əslində bunu götürmək istəyirdim göz ətrafı patçlar üçün. Yox, dedim bu olmaz. Ona görə də şirkətimi sağ olsun ki, bax belə bir dəfəlik istifadə üçün patçlar, yəni ki, bizə məhsulları bizə təqdim eləyir. Onları yerləşdirəcəm və bir ədəd də mən həftədə bir dəfə parça maska istifadə edirəm. Bu dəfə bunu götürəcəm. Bir həftə qalacaq deyə bu bəs eləyir maska. Sonra da saçları daramaq üçün gözəl spreyimiz 17-birində. Bu bunsuz olmaz. Yəni bunu əlavə edəcəm. Sonra buna nə yerləşəcək birdən baxın. Üz üçün nəmləndirici spreyi mütləq yerləşdirəcəm. Makiyajdan öncə də istifadə etmək olur, makiyajdan sonra da istifadə etmək olur. Əl üz bədən üçün də belə bir sprey götürəcəm. Belə bu çantamıza bunlar yerləşdi. Heç sponjlar yerləşmir məncə. Bunları götürməliyəm. Amma bilmirəm, bunlar yerləşəcək, yerləşməyəcək. Məncə yerləşməyəcək. Bunu o birisinə yerləşdirəcəm. Bu belə. Bunu yerləşdirdim. Gözünüz gözəldir. Bu artıq hazır. İndi isə bunu götürəndə demişdim, bu niyə var? Neçəsinə baxdım, eynən belə idi. Təzə götürmüşəm, yepyenidir. Bundan bu ikisi də bir yerdədir, üçü bir yerdə götürmüşəm. İndi buna da biz qalan məhsulları yığacağıq. İlk öncə deyim ki sizə, mən Fabelikdən belə bir qab götürdüm. Görürsünüz, səyahətə gedəndə, yol çıxanda çox qəşəngdir. Belə fırçaları qoydum. Aslında məndə böyük fırçalar da var. Bunlar böyüdü deyə mən dedim daha rahat olsun yol getmək üçün. Bunları təzə sifariş vermişdim. Ona görə bunları yerləşdirdim. Bunu buna qoymasaq da olur. Çünki bu, yəni ki, çamadanı açsaq da heç bir, yəni ki, heç nə olmur bir sözlə. Və gəlin yerləşdirək qalan üzümüzə qulluq üçün məhsullarımızı. Bunu yerləşdirdim buna. Sponjlardan götürdüm. Bir dənə sponj, bir dənə belə, bir dənə də balaca sponj götürdüm. Və burada nə yerləşdirim? Antispirant Rexonu götürdüm bir ədəd. Bunu da yerləşdirim. Sonra nə götürüm? Ətirləri də məncə buna qoysaq yaxşıdır. Çünki böyükdür. Ətirləri də yerləşdirək bunun içərisinə. Sumqamda da balacasını qoyacam. Bu heç. Böyük ətirləri burada yerləşdirəcəm. Məncə bujiteriyaları da buna qoymaq olar. Amma bujiteriyaların qabına qoyacam əvvəl. Belə bir qolbaq. Belə bir dəst almışdım bu günlərdə. Qəşəngdir, bəyənirəm. Bunlar çox gözəl. Sonra qala gecəmizdə qırmızı don tikdirmişəm. O donla bu dəsti. Buna baxın üzüyə. Bunu. Belə. Rahat və gözəl. Çünki incədir. Ona görə də əzilməsini istəmirəm. Buna yerləşdirim. Yoxsa buna qoysam da buna da qoymaq olar. Məncə yer az tutsun deyə buna qoymaq daha məsləhətlidir. Mən belə düşündüm. Bunu gətirmişdim, amma buna qoymaq daha məsləhətlidir. Çünki bu daha az yer tutacaq. Onsuz da bunları taxacam mən. Bunları taxacam mən. Bunları da belə yerləşdirdim. Bu daha akuratlıdır məncə. Belə, bu da hazır. Məndə makyaj vasitələri çoxdur qızlar. Ona görə də mən təkrar bunu açacağım. Bu pudra qalındır, biraz toz pudra. Toz pudrasız da makyaj tam olmayacaq. Ona görə də onu yerləşdirdim buna. Bax belə. Sonra da buna da koyacağım pomadaları, karandaşı. Əslində karandaşı da şotka qabına da qoymaq olar. Belə. Bunu don üçün almışam, bilmirəm. Qırmızı heç istifadə eləməmişəm. Buna qoyum karandaşı da. Bunlar getdi. Bunlar belə. Baxaq görək buna yerləşirmi bu bir məhsullar. Bunu da, bunları da yerləşdirək bu balaca qablaşdırmaya görək.
Nəyə görə buna yerləşdirdim? Çünki bunlarda şüşə var. Buna heç qoymağa ehtiyac olmur. Görə yerləşəcəksə qoyarıq, yerləşmirsə saxlayarıq. Çünki ten rəngləri onsuz da çoxdur. Teni də ən istifadə etdiyim məhsuldur. Yəni çox istifadə eləmirəm. Sulu haliator çox istəyirəm. Bunu da qoyacağım buna. Bu haliator. Yerləşmir. Belə. Gözəl. Bu da belə. Artıq hazır. Bir də daraq götürəcəm. Daraq bu çox yaxşıdır. Saçım qaynaq olduğuna görə hər daraqla daramaq olmur. Eynək tutacağım. 2 saat götürəcəm. Belə hazır. Bunlar hazır. Gedək indi də çamadanda paltarlarımızı yığaq. Qızlar, indi də geyimlərimizi seçək. Ayaqqabılar yay geyimləridir. Ağ tufli də qoyacağım. O heç o öz yerində. Paltarları belə qoydum. Qəşəng belə bir şalvar almışdım. 50'dir deyə bu şalvara mən belə bir köynək aldım. Məncə yaraşar. Sonra xaçmazdan yay paltarları tapa bilmədim. Əslində məndə köynəklər çox idi. Sırf cins şalvarlara uyğun olsun deyə belə sadə futbolkalar götürdüm. Sonra belə bir mənim sevdiyim şlyapamla ağ sport geyim götürmüşəm. Orada məncə hava çox isti olacaq. Ona görə də bunları geyinəcəm. Pijamaları 2 dəst götürmüşəm. Bir həftə qalırıq deyə 2 dəst götürmüşəm. Və Azərbaycanı biz orada təmsil edəcəyik deyə bizim üçün kəlağayı mütləq götürdüyüm rəhbərlik. Onu götürdüm. Bir dənə belə sadə qara don. Sonra bu cins şalvar, onu çox sevirəm. Sonra belə nazik ad günümə tikdirmişdim. Belə bir don geyinəcəm. Bu dəsti ümumiyyətlə çox sevirəm. Yəni çox gözəldir. Bu dəsti bizdə təlimlər olur. Yəni iş üslubunda. Bu dəsti seçdim mən. Və başqa nə seçdim? Qala gecəmiz üçün də bu dəfə qısa bir don tikdirdim. Belə həmişə uzun geymişəm. Bu dəfə o qədər də qısa deyil, dizdən aşağıdır. Və bu don üçün də belə bir qəşəng sumka götürdüm. Ağ ayaqqabı da bunlarla gedəcək. Məncə tamamlayacaq. Materialı da bir-birinə çox oxşuyur. Əslində ağ don ya qara don tikmək, yəni fikrimdə bunu almışdım. Sonra vazgeçdim. Dedim yox, qırmızı paltar geyinəcəm. Ona görə də bunu da ağ dondan götürəcəm. Burada nazik ağ don var, ondan götürəcəm. Belə. Bunlar bu qədər. Bu sumkanı da götürmək istirdim. Ucu çox olur. Bunu götürməyəcəm. Bu qalsın. Bir dənə də nazik pencək kimi bunu da moldan almışdım. Bunu götürəcəm. Belə qızlar, çamadanımızı yığdıq. Burada da yer var. Burada da pijama falan, yüngül futbolka yığdım hamısını. Yəni çamadanım hazırdır. Vaxt çox getməsin deyə yerləşdirəndə çəkmədim. Yəni bütöv yığdım. Demək olar ki, bir çamadana yerləşdi. Amma gələndə nə alıb, para yerləşdirəcəm, onu bilmirəm. Belə ilk dəfə, bu dəfə səyahətə yoldaşımla gedəcəm. Hələ həmişə tək getmişəm. Sonra yoldaşım deyir ki, mən çamadan falan götürmürəm. Mənim üçün bəs eləyir bir dənə sport sumka. Onun geyimlərində ona yerləşdirəcəm. İndi də mən əl sumkasını da hazırlayacağım. Əl sumkama gedəcək 2 telefon, bir dənə powerbank. Sonra bu kosmetikaları koydum burada. Bunları da sumkaya yerləşdirəcəm. Bir də 2 daraq. Bunları əl sumkama koyacağım və onu da ilk yanaşdıracağım. Belə yavaş-yavaş çıxacağım birazdan yola.